Tam orta təhsil səviyyəsi üzrə 9 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. İmtahanda iştirak edən 11-ci sinif şagirdləri verilmiş keçidə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə öz imtahan nəticələrini, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir ətraflı yazılı cavab tələb edən açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Şagirdlər imtahan nəticələri haqqında məlumatı həmçinin mobil operatorlar vasitəsilə iş nömrəsini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahan iştirakçıları arasında 2 nəfər. Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingizoğlu və Bakı şəhəri 289 saylı orta məktəbin məzunu Qurbanov Muhammədəli Əhmədoğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Bundan əlavə, Ada məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikail Elşənoğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.